neçə dənə məclis var, onu xüsusi gözləyirəm. Biri Əyyam Fatimiyyəti 3 gün. Bir də ki İmam Hüseyn məclisidir. Çünki bilirəm ki, bu günlər möcüzədir, ölünü dirildər. Allah şahiddir, böyütmədim sözü, bəlkə də balaca söz dedim, ölü dirilər. Mənəvi şəxs, mənəvi baxımdan ölü bu gün dirilər. Bir halda cəhənnəmin içindəydi ya, çıxar gələr cənnətin içinə, hür kimi. Hür kimi. La ilahe illallah. Dirildir də bu günlərdə. Biz niyyətlərimizə fikir verin bu günlərdə. Və indiki anlarda. Niyyətlərimizə biraz fikir verin. Böyle bir niyyət edin. Kaş, ne diyeyim? Kaş indi İmam Hüseyin hərəmində olaydım. Kaş indi İmam Hüseyin hərəmində olaydım. Ya, belə deyim. Mən niyyətlər deyirəm, özü həlli gündüz aramızda. Kaş indi mən harda olaydım. Kaş olaydım əvvəl Fəzağın hərəmində. Bir dənə də kaş deyim, keçim sonra öz mövzuya davam edeyim. Kaş olaydım Bəqiydə, xanım Zəhranın, o gizlin qəbrinin, bilmirəm arada, ətrafında. Bu niyyət bilsin indi, niyyət möcüzədir, möcüzədir. Bu niyyətlə evi elə Kərbəlanın bir güşəsi. Evin değişilsin sənin. Evin olsun bərəkətli bir ev. Əleyhissalam deyir, buyurur, ində fəsadı niyyə yərtəfiul bərəkə. Niyyət xarab olanda bərəkət qaçar. Hədisə bax, niyyətin xarab oldu, bərəkət qaçar. Evdə bir dənə pis niyyət elə bir anda. Filan kəs getdi qabağa, biraz pis. Niyə getdi qabağa? Niyə? Evin bərəkəti qaçacaq. Niyyət möcüzədir, zarafat deyil bunlar.